Salam dostlar, hər vaxtınız xeyir olsun. Sosial yardımla bağlı növbəti bir video ilə qarşınızdayam. Bugünkü mövzumuz isə sosial yardımda gecikmələrə görə rəsmi şikayət məktubu yazmaqdır. Sosial yardıma sənəd göndərmisiniz, yoxlamaları gecikir və yaxud da ki, yoxlama gəlib gedib cavablar gecikirsə, siz rəsmi şikayət məktubu yaza bilərsiniz. Bəs rəsmi şikayət məktubunu necə yaza bilərsiniz? Dostlar, bunun üçün Play Marketə daxil olmaq lazımdır və Play Marketə daxil olduqdan sonra axtarış bölümündə e-sosial tətbiqi deyilən bir tətbiq var. E-sosial. E-sosial tətbiqini yazırsınız. Belə bir tətbiqdir. İndi mən quraşdırmışam. Onun üçün də mən yükləməyəcəm. Siz bu tətbiqi quraşdırırsınız və quraşdırdıqdan sonra siz bu tətbiqə giriş etməlisiniz. Giriş üçün də siz Sima imza vasitəsilə, Asan imza vasitəsilə və yaxud da ki, fərdi identifikasiya nömrəsi ilə bu proqrama girə bilərsiniz. Sistemə girdikdən sonra isə sistem açılır. Sistem açılır, sistemə girdikdən sonra açını vuraq, açılsın. Və burada isə sizdən biz yazdığımız şifrəni yazırıq indi bura. Siz də şifrə yaradacaqsınız və belə bir pəncərə açılır. Belə bir pəncərə açılır. Burada elektron müraciət deyilən bir bölmə var. Elektron müraciətə daxil oluruq. Elektron müraciətə daxil olduqdan sonra burada müraciətin növünü, mövzunu, müraciət etdiyimiz qurumun adını və bizim problemimizi burada qeyd yerində qeyd edirik və burada bir yer var, deməli fayl əlavə et var. Bu faylı necə əlavə edirlər? Yəni burada çox insan yazır rəylərdə ki, bəs biz burada hamısını yazırıq, gəlib fayl əlavə et yerində ilişirik. Fayl necə? Hər bir adamın deməli telefonunda burada deməli notes deyilən bir şey var, qeydlər. Ola bilər indi bəzi adamların telefonu Azərbaycan dilində qeydlərdir və yaxud da ki, ingilis dilində olsa notesdir. Bura daxil oluruq dostlar. Daxil olduqdan sonra bu ruçka işarəsinə vururuq, yeni bir qeyd yaratmaq üçün. Bura vurduqdan sonra isə biz bura sadəcə bir dənə sosial sözünü yazaq. Sosial. Yazdıqdan sonra burada artıq yuxarıda 3 nöqtə var. Görürsünüz, 3 nöqtəyə vururuq və burada aşağıda faylı saxla var. Faylı saxla üzərinə əlavə edirik və burada bizdən soruşur faylı hansı qaydada saxlayaq. Biz burada seçirik PDF faylı. Bəli, PDF faylını seçirik. Seçdikdən sonra isə aşağıda tamam. Tamam vururuq və bizdə bir də faylın adını istəyir. Faylın adına ehtiyac yoxdur, elə saxla vururuq, kifayət edir. Bunları yazdıqdan sonra yenidən keçirik e-sosiala. Burada müraciətin növü bölümündə burada şikayəti seçirik. Şikayəti mövzu bölümündə burada gəlirik aşağı. Deməli dostlar, biz seçməliyik ünvanlı dövlət sosial yardım sahəsində göstərilən xidmətlər. Yəni şikayətimiz bununla bağlı olduğu üçün bunu seçirik. Bunu seçdik. Müraciət etdiyimizin qurumun adı isə burada Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxs. Bu birincini seçirik və burada qeyd yerində problemimiz nədən ibarətdirsə onu yazırıq. Yəni ki, biz mən filankəs o filankəs və yaxud da ki, filankəs ad familiya yazmağa ehtiyac yoxdur. Çünki bu proqramdan qeydiyyatdan keçəndə artıq sənin şəxsiyyətin təsdiqlənir. Sadəcə orada siz öz probleminizi yazırsınız ki, məsələn, filan tarixdə mən sosial yardıma müraciət etmişəm. Lakin, məsələn, deyək ki, 1 ay və yaxud da ay yarım, 2 ay keçməsinə baxmayaraq, hələ də bizə maddi məişət şəraitinin müayinəsi üçün əməkdaşlar gəlmirlər. Ümumiyyətlə və yaxud da ki, vəziyyəti ilə bağlı narahatlığı dilə gətirirsən və yaxud da ki, əgər maddi məişət şəraitinin müayinəsi aparılıbsa, cavab gəlmirsə, onu qeyd edirsiniz ki, maddi məişət şəraitinin müayinəsi aparılmasına baxmayaraq, artıq 1 ay keçib və yaxud da ki, 15 iş günü keçməsinə baxmayaraq, hələ də bizə heç bir cavab gəlməyib. Qeyd bölümünə də öz probleminizi yazandan sonra, indi mən burada elə belə yazıram, yazdıqdan sonra burada fayl əlavə et bölməsinə girirsən, artıq o sənin bayaq yaratdığın fayl burada görünəcəkdir. Həmin faylın üstündən vurub, seçini vurursunuz və göndər işarəsinə vurursunuz. Yəni bu qədər sadədir.